أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير الناصرين ومعين وصلى الله على سيدنا ونبينا أبي القاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد وعجل فرجه ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və teala hər birimizi təqva əhlindən qərar versin inşallah. Dəyərli dostların xidmətinə ərz eləyim ki, Həzrət Rəsulullah buyurur, Allah təbarək və teala tərəfindən mənə vəhy edildi. Ey Əhməd, 7 sifətə malik olan şəxslər mənim qatımda abid sayıla bilər, ibadət əhli sayıla bilər. Düzdür, bəzən bizlər ibadət edirik Allaha, yəni Allahın qatında biz abid sayılırıqmı bu əməllərlə? Birinci əməl budur ki, Peyğəmbər Əkrəm salavatullaha Allah vəhy eləyir buyurur. Birinci abidin sifəti budur ki, o təqvalı olsun. Gərək günahla qarşı-qarşıya gələndə, üzbəüz gələndə gərək təqvalı olsun. Təqva onu günahdan uzaqlaşdırsın. Həzrəti İmam Həsən Əskəri əleyhissalam buyurur ki, təqvalı olaraq bizlərə zeynət olun. Təqvalı olaraq bizlərə zinət olun, çalışın bizləri alçaltmayın. Günahlarımız Əhl-i Beytin üzünə vurulan bir şillədir. Allah o gündən saxlasın ki, bizlər Əhl-i Beytin qəlbini şad eləmək yerinə Əhl-i Beytin üzünə şillə vuranlardan olaq. Allah o gündən saxlasın, o gündən uzaq eləsin. Təqvalı insanlar Allahın qatında da üzü ağdır, bəndəsinin, övliyasının qatında da, onun huzurunda da üzü ağdır. Gərək Allahdan hər daim dua edək, Allahdan istəyək ki, Allahın yolunda addımlamağa bizlərə tövfiqat versin və Allahdan istəyək ki, bizləri təqva əhlindən qərar versin. İkinci abid sayılacaq sifət budur ki, yersiz və boş sözlər danışmasın. Bir nəfər ümumiyyətlə dinimizdə boş-boş danışmaq, boş-boş sözlərə, boş-boş yerlərdə oturub durmağa dinimiz çox məzəmmət eləyir. İnsanın ağzından çıxan hər bir kəlmə, hətta Həzrət Əlinin bir hədisi var ki, deyir, alıb verdiyimiz nəfəsi belə yazan bir gözətçi mələk var. Gərək danışdıqlarımıza o qədər diqqət yetirək ki, Allah qatında sabah hesab verəcəyimiz bir şeylər olmasın. Yəni, bu ağzımızdan çıxan hər bir kəlmənin özünün haqqı hesabı var. Boş danışıbsansa da və kiminsə də haqqında pis söz danışıbsansa da, kiminsə də haqqında böhtan atıbsan, yalan danışıbsan, qeybət eləyibsən, bu sözlərin hər birinin hesab kitabı var. Elə də ki, qeybət eləməsən də, yalan danışmasan da, böhtan atmasan da, danışdığın o boş sözlərin hesabı kitabı olacaq. Bu barədə Həzrəti Əmir əl-Möminin əleyhissalam bir gün bir yerdən, bir məntəqədən ötüb keçirdi. Gördü ki, bir nəfər boş-boş sözlər danışır. Boş-boş sözlər danışır. Həzrət Əli ona xitab eləyərək buyurdu, ey adam, sən mələklərinə Rəbbin üçün məktub imla edirsən. Sənə aid olan şeylər barədə danış. Faydasız sözlərdən çəkin. Yolun kənarında durur, özü də boş-boş sözlər danışır. Həzrət Əli dedi ki, sənin danışdığın hər bir söz, sanki sən deyirsən, bir nəfər də böyründə durur, yazır. Deyir, sənin danışdığın hər bir söz mələklərə imla yazırsan, deyir, imla verirsən ki, onlar da Allahın huzuruna təqdim eləsin. Ona görə danışdıqlarına diqqət yetir. Gör, nə danışırsan, kimin haqqında danışırsan. Yəni, bu boş-boş sözlərlə çəkinmək insanı təqvalı eləyər, Allahın qatında abidlərdən eləyər. Amma insan boş-boş sözlər danışarsa da,
onun bir ağırlığı, onun bir haqqı hesabı var. Üçüncü, Allahın qatında insanı abidlərdən edən əməl Allah qorxusundan ağlamaqdır. Elə bir insan bəzən xəlvətdə ola, etdiyi bütün günahlara, etdiyi səhvlərə, xətalara diqqət yetirə. Ki, mən bu günə qədər nə işlər görmüşəm, gördüyüm işlərdən kim fayda götürüb, özümə mi bir faydası olub, ətrafıma mı bir faydası olub, mən nə işlər görmüşəm bu vaxta qədər. İnsan otura bunları fikirləşə, təfəkkür eləyə. Əgər ki, insanın etdikləri, yaxşılıqları pisliklərə qalib gəlsə, çox olsa xoş adamın halına. Və o insan ki, günü ərzində etdiklərini gecə başını balışa qoyanda, yatmaq istəyəndə özünü hesab kitab eləyir, hesab kitab aparır, özünə bir məhkəmə qurur, Allah qorxusundan ağlayır. Bu barədə Allah Teala deyir ki, o bəndələr ki, gün ərzində etdiklərini özünü hesaba kitaba çəkər və etdiklərinə görə xəcalət çəkərlər, qiyamət günü mən onlardan sorğu-sual eləməyə həya eləyərəm, deyir. Xoş adamın halına ki, özünün etdiklərini tərəziyə qoya, özünün etdiklərindən hesab kitab çəkə özünə. Deyək ki, sən bunu etdin, bu gün ərzində sənin etdiyin günahların sayı, etdiyin savabların sayından çoxdur. Gərək insan tövbə eləyə, növbəti gün özünə çəki düzən verə, özünü kontrol eləyə ki, mən bu günlərim elə bir işlər görəcəyəm ki, Allah məndən razı qala. Ona görə böyük ariflərin, böyük şəxsiyyətlərin, böyük məqam sahiblərinin hər daim tövsiyəsidir ki, insan sübh namazında Allahla nəhd bağlaya. Sübh namazını qıldın, sonra Allahla nəhd bağla. De ki, ilahi, mən bu günlərim günah etməyəcəm və səndən də istəyirəm ki, o tövfiqatı mənə verəsən. Səndən də istəyirəm ki, o gücü, qüvvəti mənə verəsən. Mən günahla qarşı-qarşıya gələndə o əhdimi mənə xatırla. Mən o günaha yol verməyim, günah işlərdən çəkinim, uzaq olun. Deyir, insanın Allahın qatında abid hesab olunmağına səbəb olan əməllərdən biri də Allah qorxusundan ağlamaqdır. Dördüncü, abid hesab etdirən əməl Allahın qatında buyurur ki, xəlvətdə bir insan ki, etdiklərindən həya eləyə, xəcalət çəkə. Bəzən bəzi adamlar var, görürsən ki, keçmişinə baxır, etdiyi günahları bəhbəh, cəhcəhlə danışır. Görürsən, böyük bir səhvlərə, xətalara yol veribdir, böyük bir günahlar eləyibdir, bundan da utanmır, çəkinmir. Cəmaatın içərisində danışanda sevinərək, şad bir şəkildə danışır ki, mən vaxtilə bu işləri görmüşəm, vaxtilə bu şeyləri, bu qələtləri eləmişəm. İnsan gərək elədiklərindən xəcalət çəkə, utana, o zaman onlar silinir, o zaman əfv olunur o günahlar. İnsan ki, keçmişdə etdiyi günahlarını, səhvlərini, xətalarını bəhbəhlə, cəhcəhlə, sevinərək, şad, xürrəm bir şəkildə danışa, o günahları təkrar etmiş qədər günah qazanmış olar. Bu barədə gərək diqqətli olaq. Həzrəti Davuda ki, bunu vəhiy elirdi ki, ey Davud, bir nəfər əgər etdiyi günahlardan xəcalət çəkə, pis ola, yadına düşəndə çox xəcalət çəkə, utana etdiyi günahlardan, deyir, mən onu silərəm. Hətta o günahları yazan mələklərə belə o günahları unutduraram. Bir mən bilərəm, bir də o bəndə bilər. Və onun yerinə xeyir əməl yazaram, savablı bir əməl yazaram. Beşinci, Allahın qatında insanı abid edən əməllərdən beşincisi buyurur ki, ehtiyacını ödəyəcək qədər yeməklə qənaətlənəsən. Bəzən insanlar o qədər acgözlülük eləyir, o qədər israfçılığa yol verir, o qədər Allahın neymətlərini zay eləyir ki, Allahın qatında böyük günahlardandır ki, insan israfçılıq eləyə. Quran-ı Kərimdə nə qədər ayələrimiz var. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Allah israf edən qövmü hidayət eləməz. Allah israf edənləri sevməz. Bu qəbildən çoxlu sayda ayələrimiz var ki, gərək bunları yadımızda saxlayaq. İnsanın ehtiyacı nə qədərdir, o qədərini ye. Nə qədərdir, o qədərini həyata keçir. Yoxsa acgözlülük eləyərək
Bir qabla sən doyarsan, bir qazan yemə. Yəni, bu şeylərə çox diqqət yetirmək lazımdır. Həqiqətən qənaət eləmək Allahın qatında sevilir, bəyənilən, təqdir olunan bir əməldir. Daha indi qənaəti də çox sıxıb daha, belə deyək, simicliyə, xəsisliyə insan gətirib çıxartmaya. Allahın verdiyi neymətlərə o vaxt qənaətçil olarsan ki, onu lazımi yerlərdə, lazımi qədərində istifadə eləyəsən. Bu çox önəmlidir. Peyğəmbər Əkrəm salavatullaha Allah təbarək və təala gözəl əxlaqın və gözəl əxlaqlı insanın xislətlərindən sayanda 10 dənə xüsusiyyət sayır Allah Teala ki, deyir gözəl əxlaqlı insanın xüsusiyyətləridir bunlar. Onlardan biri budur ki, yəqin, insanda yəqin olar. İkinci, elə mövzumuza uyğun, deyir ki, mömin olan şəxs, əxlaqlı olan şəxs qənaətçil olar, səbirli olar, şükr eləyər, həlimlik onda olar, gözəl rəftar onda olar, səxavətlilik onda olar, qeyrət onda olar, şücaət onda olar, mürüvvət onda olar. Deyir, bunlar nədir? Gözəl əxlaqlı insanın xislətlərindən, xüsusiyyətlərindəndir. Altıncı, Allahın qatında abid hesab olunan şəxsin xüsusiyyəti budur ki, dünya ilə düşmən ola, dünyaya həris olmaya. Deyir, abid insan gərək dünyadan əlini üzə, dünyaya bağlılığını azalda, dünyada olub olmamağı ondan ötürü önəmli olmaya, dünya malının onda mövcud olub olmamağı o qədər önəm daşımaya. Abid insanın xislətidir ki, gərək insan dünyadan hərisliyini uzaqlaşdıra. Peyğəmbər salavatullahın dövründə də var idi dünyaya həris olan adamlar. O cümlədən Allah lənət eləsin, Allah lənət eləsin Muaviyyəyə, onun atası Əbu Sufyana, onun övladı Yezidə və cəmi əhl-i beytin düşmənlərinə. Peyğəmbər Əkrəm salavatullah bir gün ki, Muaviyyə lənətullahı çağırır, çağıranda deyir, gedin deyin ki, Muaviyyə yemək yeyir. Peyğəmbər orada onu lənətləyir, deyir ki, Allah heç bir zaman sənin qarnını doydurmasın. Həqiqətən tarixdə də var ki, o qədər yedi, qarnı doymurdu, gənə yerdi. Qarnı doymurdu, gənə yerdi. Axırda partladı, cəhənnəmə vasil oldu, getdi. İnsan gərək buna diqqət yetirə. Həzrət Əli bir qrup insanı məzəmmət eləyir. Deyir, hansı insanlardır? Deyir, ey dünyanı məzəmmət edən kimsə. Ey dünyanı məzəmmət edən kimsə, o demir, fani dünyadır, budur, odur. Başlayır dünyanı pisləyir. Amma baxıb görürsən ki, həyatında özü dünyaya o qədər bağlıdır ki, dünya onun üçün hər şeydir. Ahirəti üçün əlinə baxsan, əməlinə baxsan görərsən ki, ahirəti üçün zərrə qədər də olsa bir şey eləməyib. Gərək insan dünyayı məzəmmət eləyirsə də, dünyayı pisləyirsə də, gərək özü də dünyadan əlini üzə, dünyaya həris olmaya. 7-ci, abid insanın 7-ci xüsusiyyəti budur ki, Allahın salih bəndələrini sevə. Salih bəndələr kimdir? Başda Adəm əleyhissalam olmaqla ta 124 min peyğəmbər və 12 imam və Allahın övliyaları var, Allahın qatında məqam sahibi olan insanlar var, deyir, onlara gərək məhəbbət ola. Əgər onları sevməsə, onlara itaət eləməsə, bu abid sayılmaz ki. Həqiqətən salih övlad da Peyğəmbər Əkrəm salavatullah buyurur ki, salih övlad həqiqətən behişt güllərindən biridir. İnsanın özü gərək salih ola ki, ondan da salih övlad nədir? Dünyaya gələ. Və salih ola ki, salih insanları sevə. İnsan həmişə bəzən qardaşlarla, möminlərlə oturub söhbət eləyəndə öz aramızda misal üçün deyirik ki, niyə filan kəsi belə bir gözəl insanı sevmir? Niyə bu cəmiyyət, niyə bu insanlar, bu
el, oba belə bir gözəl insanı sevmir, buna düşmən kəsilir. Çünki bunun səbəbi nədir? Bunun səbəbi budur ki, bu gözəl insan Allahın əqidəsindən yaşayır, Allahın şəriətindən yaşayır, Allahın dininlə yaşayır. Allahın dini nə edir? Nəyə icazə verir, onu eləyir. Nəyi vacib bilir, onu icra eləyir. Müstəhəb əməlləri icra eləyir. Nə məkruhdur, ondan uzaq durur, nə haramdır, qətiyyən ona əl uzatmır. Cəmiyyət də baxır, görür ki, bunlar bu işləri görür. Amma baxsa öz etdiklərinə, onun etdiklərinə üst-üstə gəlmir. Öz etdikləri səbəb olur ki, ya gərək deyə mən düzgün yolda getmirəm, buna hünər istəyir. Buna kişilik istəyir, mərdlik istəyir ki, insan deyə ki, mən düzgün yolda getmirəm. Bunu da deyə bilmirlər. Səbəb olur ki, bunlar ki, etdikləri əməllərə don geyindirirlər, üzünü başını bəzəyirlər, çalışırlar ki, düzgün addımlayan, düzgün həyat yaşayan, düzgün ömür sürən möminləri, müsəlmanları ləkələsinlər. Onları neynəsinlər? Onlara böhtan atsınlar, onlara iftira eləsinlər. O səbəb olur cəmiyyətdə möminləri görürsən ki, sevmirlər. Mömini sevmək üçün gərək mömin olasan. Salih bəndi sevmək üçün gərək salih bəndə olasan. Gərək mömin olasan, gərək abid olasan ki, salih bəndələrdən də xoşun gələ. Əgər mən günahkar olam, əgər mən xətakar olam, salih bəndiyi sevə bilmərəm. Çünki salih bəndə həmişə gözəlliklə məşğuldur. Gözəl işlərlə məşğuldur. Allahdan arzum budur ki, Allah bizləri dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın.